Salam əziz şagirdlər və video izləyən valideynlər, hər birinizi xoş gördük kanalımda. Uşaqlar, hamınızı yeni təzə il münasibətilə ürəkdən təbrik edirəm. Dərslərinizdə bol uğurlar arzulayıram. Bugündən etibarən 6-cı sinif Azərbaycan dili dərsinin 1-ci hissəsindəki tapşırıqları sizdən həll etməyə başlayırıq. Gəlin baxaq görək bizi hansı bölmələr, mövzular gözləyir. Baxaq. Deməli, içindəkilər. Fərd və toplum, qədimdə yazı, milli dəyərlər, qədim dünya, tarix və miflər. Digər səhifəmizdə uşaqlar kitabımızda tanış olan yazılıb. Bu 5-ci sinifdə də verilmişdi. İstəyən oxuya bilər. Digər səhifəmizdə, yəni səhifə 6-da fərd və toplum var. 1-ci bölmə, 1-ci fəsil. Bina tapşırığında deyir ki, sizcə hansı xüsusiyyətlər toplumda inam, etimad qazanmağa kömək edə bilər? Deməli, bəzi xüsusiyyətlər var ki, insanlar arasında inam və etibar yaradır. Məsələn, dürüst olmaq, başqalarını dinləmək, yardımsevərlik və açıq danışmaq. Bu cür davranışlar insanlara güvən qazandırır və nəticədə cəmiyyətdə daha çox inam yaradır. Deyirsiniz ki, insanlarla nə qədər mehriban olsaq, qayğıkeş olsaq, hörmət eləsək, bu zaman daha çox inam qazanırıq, etibar qazanırıq, etimad qazanırıq. Belə tapşırığına baxaq. Başlığa və illüstrasiyaya əsasən mətndə nədən danışılacağını təxmin edin. Uşaqlar, bu sizə ünvanlanmış sualdır. Gəlin oxuyaq. Söz vermişəm. Bir yay axşamı şəhər bağında skamyada oturub kitab oxuyurdum. Hava qaralanda kitabı örtdüm və bağın çıxışına tərəf yönəldim. Birdən qulağıma ağlamaq səsi gəldi. Əsas yoldan keçib yan cığıra döndüm. Orada kolların arasında balaca daş ev ağarırdı. Evin yanında 7-8 yaşlı bir oğlan başını aşağı dikərək bərkdən acı ağlayırdı. Ona yaxınlaşıb soruşdum. Niyə ağlayırsan? Səni kim incidib? Heç kim. Gəl gedək. Bax, hava qaralır. Artıq gecdir. Gedə bilmərəm. Niyə? Sənə nə olub? Bəlkə özünü pis hiss edirsən? Yox, mən yaxşıyam. Bəs niyə gedə bilmirsən? Mən qaravulçuyam. Necə yəni qaravulçusan? Siz başa düşmürsünüz. Biz oynayırıq. Kiminlə oynayırsan? Uşaq içini çəkə-çəkə bunları danışdı. O parkda gəzirmiş. Bağdakı oğlanlar ona yanaşıb dava oynamağı təklif edirlər. Uşaqlar razılaşıb oynamağa başlayırlar. Onun çavuş olduğunu deyiblər. Özünü marşal adlandıran oğlan onu bu evin qarşısına gətirərək qaravulçu qoyub. Deyib ki, bura silah ambarıdır. Onu əvəz edənə kimi burada dayansın. Postu buraxıb getməsin. Uşaq da söz verib. O vaxtdan da burada durur. Oğlanlar isə gəlib çıxmırlar. Uşaq sözünü bitirib susdu. Məni gülmək tutsa da özümü güclə saxladım. Düşündüm ki, o tamamilə haqlıdır. Söz verdinsə tutmaq. Özümü ələ alıb ciddi səslə dedim. Bəs özləri hardadır? Yəqin gediblər. Yadlarından çıxıb gediblər. Deyə dərindən ah çəkdi. Ondan sən niyə durmusan? Mən söz vermişəm. Hə, çətin vəziyyətdir. Bəs indi sən nə edəcəksən? Bilmirəm deyə uşaq yenidən ağlamağa başladı. Mən ona kömək etmək istəyirdim. Bir qədər fikirləşib dedim. Gəl belə edək, sən evə qaç, yeməyini ye. Mən isə hələlik burada sənin yerində duraram. Uşaq tərəddüdünü soruşdu. Məyər belə olan, axı siz hərbçi deyilsiniz? Mən duruxdum. Düz deyir də, axı o çavuşdur. Mənim isə heç hərbi rütbəm də yoxdur. Onu yalnız zabit postdan çıxara bilər. Bir dəqiqə gözlə deyə bağın çıxışına sarı qaçdım. Mən küçədə durub zabit ya da heç olmasa əsgər formalı bir adam axtarırdım. Ancaq tərslikdə küçədə bir nəfər də olsun hərçi görünmürdü. Artıq axtarışdan əlimi üzüb bağa qayıtmaq istəyirdim ki, birdən döngədə avtobus dayanacağında dayanan zabiti gördüm. Sevincdən dayanacağa tərəf qaçdım. Təngə nəfəs halda özümü ora yetirəndə hərbçinin mayor olduğunu gördüm. Yoldaş mayor deyə onun qolundan yapışdım.
Sizin köməyiniz lazımdır. O təəccüblə mənə baxdı. Mən məsələnin nə yerdə olduğunu izah edəndə gülümsündü. Amma heç fikirləşmədən mənim ardımca gəldi. Uşaq həmin yerdə durmuşdu və yenə ancaq bu dəfə çox astadan ağlayırdı. Mən komandiri gətirdim deyə o sevindi. Qamətini düzəldib fərağat dayandım. Yoldaş Qaravulçu deyə komandir ona müraciət etdi. Sizin rütbəniz nədir? Mən çavuşam. Yoldaş çavuş. Sizin tutduğunuz postu tərk etməyə əmr edirəm. Uşaq bir qədər sustu. Sonra dedi. Bəs sizin rütbəniz? Mən sizin poqonunuzdakı ulduzları görə bilmirəm. Mən mayoram. Bu anda mən qorxdum ki, uşaq deyəcək. Axı, mən əmri marşaldan almışam. Amma o əlini göy rəngli kepkasının 50 günlüyünə aparıb dedi. Oldu yoldaş mayor. Əmri yerinə yetirirəm. O bunu əsl hərbçi kimi elə qur səslə dedi ki, zabitlə mən özümü saxlaya bilməyib qəhqəhə çəkdik. Uşaq da bizə qoşularaq şən-şən güldü. Biz üçlükdə bağdan çıxanda mayor əlini uşağa uzadıb dedi. Afərin yoldaş çavuş, dedi. Səndən əsl hərbçi çıxacaq. Sonra o əlini alnına apararaq hər ikimizlə hərbçi sayağı sağollaşıb getdi. Mən uşaqdan soruşdum. Bəlkə səni evimizə qədər ötürüm. Artıq qaranlıq düşüb. Çox sağ olun, mən yaxında yaşayıram. Həm də heç qorxmuram. Mən onun balaca, çilli burnuna baxdım və düşündüm ki, belə söz bütöv bir oğlan heç bir təhlükədən qorxmaz. Böyüyəndə isə hələ məlum deyil. Böyüyəndə o kim olacaq, amma əminəm ki, əsl insan olacaq. Panteleyevin hekayəsi əsasında işlənmişdir. Aha, uşaqlar, söz boğçamız var. Söz boğçasındakı sözlərin izahına baxaq. Kitabın ən axırıncı səhifəsində yazılıb. Aha, uşaqlar, Qaravulçu isimli keşikçi, gözətçi deməkdir. Hətta qamət də var idi. İsimli boy, buxun, qəd deməkdir. İkinci sözümüz marşal idi. Aha, isimli. Bəzi ölkələrin ordularında yüksək hərbi ad və ya rütbə. Digər sözümüz post. İsimli bir obyekti müşahidə altında saxlamaq və ya mühafizə etmək üçün yer, məntəqə. Aha. Digər sözümüzə baxaq, tərəddüddə. Duruxmaq uşağa feildir, çaşmaq, özünü itirmək, tutulmaq. Qaməti dedik, farağat sözü. Farağat sifətdir, hərəkətsiz, düz deməkdir. Və uşaqlar isimli baş geyimlərinin qabaq tərəfinə tikilən yarım dairəvi dəri, karton və s. parçası. İndi isə tapşırıqların izahına baxırıq. Söz ehtiyatında deyir ki, mətnə istinad etməklə hərbi rütbələri kiçikdən böyüyə ardıcılıqla düzün və aid olduğu obrazı müəyyən edir. Marşal, çavuş və mayor. Mətndən məlum olur ki, şərti olaraq uşaq çavuş rütbəsindədir və o əmri marşaldan alır. Onunla diyaloqa girən zabit isə mayor rütbəsindədir. Tapşırıqda qoyulmuş sualı cavablandırmaq üçün mətndən aşağıdakı cümləyə diqqət yetirmək lazımdır. Aha, uşaqlar, buradadır. Bu anda mən qorxdum ki, uşaq deyəcək, axı mən əmri marşaldan almışam. Aha. Deməli, rütbənin ardıcılığı belə olacaq. Çavuş, yazaq. Çavuş, kiçikdən böyüyədir. Aha. Mayor, marşal. Ən böyük marşal olacaq. Aha. İndi keçək düşün və cavab ver. Yəni kağıt tapşırıqla. Müəllif mətndə uşağın hansı xüsusiyyətlərini vurğulamaq istəyir? Cavabınızı əsaslandırın. Cavab uşaqlar B variantı olacaq. Məsuliyyətli. Cavabımızı da əsaslandıraq indi.
Tapşırıqda verilmiş bir neçə xüsusiyyət əslində oğlanın xarakterinə aiddir. Məsələn, oyun yoldaşları evə getsə də, oğlanın hələ qaravulçuluq etməsi sadəlövhlükdür. Qaranlıqdan qorxmaması onun cəsarətli olduğunu göstərir. Lakin müəllif məqsədi onun məsuliyyətli olmasını nəzərə çatdırmaqdır. Oyun olsa belə söz veribsə yerinə yetirməlidir deyə məsuliyyətini göstərir burada. Uşaqlar D tapşırığına baxırıq. Mətndə göyrəliyə verilmiş sənə oxuyun obrazın düşüncələrini aşağıda verilmiş variantlarla müqayisə edin. Baxaq. Düz deyir də, axı o çavuşdur, mənim seçər bir rütbəm də yoxdur. Onu yalnız zabit postdan çıxara bilər. Nerə yazılmış? Burada da deyir ki, mən duruxdum. Uşağa bax ha, necə də sadəlövdür. İndi mən neydim? Axı onu burada tək buraxmaq olmaz. Gərək gedim bir zabit tapım. Uşağa deyir ki, obrazın düşüncələrini aşağıda verilmiş variantla müqayisə edin. Hansı variantı daha çox bəyəndiniz? Seçiminizi əsaslandırın. Bu sizə ünvanlanmış sualdır. C tapşırığına baxaq. Sizcə oğlana kömək etmək istəyən şəxs zabit axtararkən uşaq nə haqda düşünürdü? Nə üçün əsərdə bu barədə məlumat yoxdur? Mətn uşağın dilindən nəql olunsaydı, onun düşüncələri necə əks olunardı? Uşağın nə haqda düşünməsi mətndə təsvir edilməyib. Çünki hadisələr başqa şəxsin dilindən nəql olunur. Həmin şəxs isə bu məqamda uşağın yanında deyildi. Demək uşaqlar, əgər hadisələr uşağın dilindən nəql olunsaydı, onun düşüncələrindən danışardı. Məsələn, bəlkə uşaq öz-özünə düşünərdi. Görəsən hara getdi? Havada qaralır. Yəqin ki, parkda heç kim yoxdur. Yox axı, dedi ki, bir dəqiqə gözlə. Bəs birdən qayıtmasa, məsələn, belə düşünə bilər ki, ona kömək eləyir falan. Deməli, şeydə deyir ki, təhkiyyətçini dəyişməklə mətn nəql edin. Uşaqlar, deməli, təhkiyyətçi 5-ci sinifdə keçmişdi. Maraqlıdır deyə yazılmışdı səhv eləmirəmsə. Deməli, təhkiyyətçi üçüncü şəxs tərəfindən və yaxud da birinci şəxs tərəfindən nəql olunurdu. Nümunə yazıb ki, birinci onu oxuya. Mən parkda gəzirdim. Bir neçə oğlan mənə yanaşıb dava oynamağı təklif etdi. Deməli, oğlanları tanımasam da dava oynamaq fikri məni cəlb etdi. Əvvəlcə qərargaha toplaşıb vəzifə bölgüsünü apardıq. Aramızda yaşca böyük olan oğlan dedi ki, o marşaldır. Qərarları da o verəcək. Mən isə çavuş idim. Mənim vəzifəm silah ambarını qorumaq idi. Silah ambarının qarşısında qaravul çəkirdim. Birazdan gözümə heç kim dəymədi. Əvvəlcə düşündüm ki, yəqin kəşfiyyata gediblər. Amma arada xeyli vaxt keçsə də heç kimdən xəbər yox idi. Hava da yavaş-yavaş qaralırdı. Düzü çox həyəcanlanmışdım. Yəqin atam, anam da mənə görə narahat idilər. Amma silah ambarını yiyəsiz qoyub gedə bilməzdim. Axı mən söz vermişdim. Hərçi sözüm. Artıq çox gec idi. Nə qədər çalışsam da gözyaşlarımı saxlaya bilmirdim. Birdən ağacların arxasında bir şəxs mənə yaxınlaşdı. Ağlamağımın səbəbini soruşdu. Oxlanları ona danışdım. Biraz düşündüm. Sonra da çıxıb getdi. Bəs nə üçün getdi axı? Birdən qayıtmasa nə edəcəyəm? Daha ətrafda heç kim yox idi. Yarım saatdan sonra həmin şəxs yanında bir hərbçi ilə geri qayıtdı. O mayor idi. Çox sevindim. Mən yüksək rütbəli bir şəxsdən azad sənəmliyini almalıydım. Yoxsa postu öz başıma necə tərk edim? Vəzifəmi sona qədər yerinə yetirdiyim üçün çox sevinirdim. Belə uşaqlar eləyə bilərsiniz. Burada xatırlayasınız. Bir əsərdəki hadisələr nəql edən şəxs təhkiyatçı adlanır. Təhkiyatçı müəllim üçüncü şəxs və ya obrazlardan birinci şəxs ola bilər. Keçirik səhifə 9-a. Oxuduğunuz mətnin strukturuna, yəni quruluşuna diqqət yetirin. Təhkiyatçının dəyişməklə nəql etdiyiniz mətnin quruluşu ilə onu müqayisə edin. Hekayənin struktur elementləri söz vermişəm mətnindən nümunələr.
Ekspozisiya. Başlanğıc. Hadisələrin yeri, zamanı və əsas obrazlardan biri haqqında məlumat verilir. Söz vermişəm mətndən nümunələr. Hava qaralan zaman şəhər bağında bir nəfər kitab oxuyur. Əsas isə düyün, konflikt, ziddiyyət yaradır. Uşaq postu tərk etmək istəmir, yəni mətndən nümunələr. Kulminasiya, yəni zirvə. Konflikt ən gərgin nöqtəsinə çatır. Zabit postu tərk etmək barədə əmr verir. Açılma, konflikt həll olunur. Nümunə uşaq zabitin əmrinə tabe olunur. Sonluq, yəni final, hadisənin sonu və təhkilçinin düşüncələri. Evə gələn uşaq dürüst və məsuliyyətli bir insan kimi yadda qalır. Mən uşaqlar bu tapşırıqları oynayacaqsınız. Mən özünüz qurduğunuz mətnlə oxuduğumuz mətni müqayisə edəcəksiniz buradakılarla əsasən. Yəni sizə ünvanlanmış sualdır qısacası. Deməli, dinləmə 3 ada deyir ki, şar mətni dinləyin. Bu mətni ideya və obrazlar baxımından söz vermişəm mətni ilə müqayisə edin. Aha uşaqlar, indi deməli uşaqlar, indi birlikdə dinləyirik. Bir dəqiqə, şar. Şar. Balaca bir oğlan şar satan kişinin yanında dayanıb renk şarlara baxırdı. Şarlar isə quş kimi havaya atınırdı. Oğlan üzünü satıcıya tutub yavaşca dilləndi. Əmi, mənim bir dənə də şarım yoxdur. Pulun necə, varmı? Deyə şar satan soruşdu. Yox, pulun olanda gələrsən. Deyə satıcı üzünü yana çevirdi. Birdən necə oldusa, külək bir neçə şarı havaya qaldırdı. Şarlar yaxınlıqdakı ağacın budağına ilişdi. Şar satan çaşdı. Ağacdakı şarlara baxıb oğlana dedi. O şarları düşürə bilsən, birini sənə verərəm. Oğlan ayaqqabılarını çıxarıb bir tərəfə tulladı. Pişik cəfdiyi ilə ağaca dırmaşdı. Şarların budağa ilişən saplarını açdı və onları düşürüb şar satan kişiyə verdi. Amma şarlardan biri ən hündürdəki budağın ucuna ilişmişdi. Uşağın əli ona çatmadı. Satıcı dedi. Sağ ol, sən qoçaq oğlansan. Amma birini mənə verməliydiniz. Hə, deyə kişi öskürdü. O ağacda qalan şar var ha. Bax o sənindir. Düşürə bilirsənsə götür apar. Oğlan yolun qırağında oturdu. Uzaqlaşan satıcının ardınca baxıb öz-özünə dedi. Eybi yoxdur. Qoy belə olsun. Ağaca ilişsə də bilirəm ki, mənim də bir şarım var. Aha uşaqlar, bir daha tapşırığına baxaq. Deyirdi ki, bu mətni ideya və obrazlar baxımından söz vermişəm mətnlə müqayisə edin. Deməli, hər iki mətn hekayə janrındandır. Hər iki hekayənin baş qəhrəmanı uşaqdır. Hər iki mətndə məsuliyyətdən, verilmiş sözü tutmaqdan danışılır. Mətnlərin ideyası eynidir. Deməli, ideyamız nə ola bilər? Eyni olacaq mətnlərin ideyası. Çünki ikisində də eyni şeylərdən danışılır. Məsuliyyətdən, verilmiş sözü tutmaqdan. Deməli, deyə bilər ki, sözü bütövlük insana şərəf, hörmət qazandır. İdeyamız bu olsun. Söz vermişəm hekayəsindəki qəhrəman humanist insanlarla qarşılaşır. Şar hekayəsində isə qəhrəman verdiyi sözü tutmayan xəsis insanla qarşılaşır. Deməli, uşaqlar bayaqları mən burada demişdim. Bir dəqiqə.
Ç tapşırığı var idi. Humanist insanpərvər insan ləyaqətinə dəyər verən adam. Onlar deməli humanist insanlarla qarşılaşır. Yəni ki, necə deyim, mayorla qarşılaşırdı, insanla qarşılaşırdı. İnsan adı yox idi deyəsən. Hər nəysə. Deməli, sonra söz vermişəm hekayəsində baş qəhrəmanı uşaq olsa da çox məsuliyyətli idi. Sonuna qədər əzmkarlıq göstərir və verdiyi sözü tuturdu. Uşaq hekayəsindəki satıcı yetkin yaşa çatmış, amma bu mənəvi dəyərə sahib olmayan birisi idi. Aha, deməli. Deyir ki, yuxarıda verilmiş nümunəyə uyğun olaraq şar mətni ilə bağlı cədvəli tamamlayın. Hə, deməli. Ekspozisiya. Nə deyə bilərik? Deməli. Bir kişi şar satır, balaca bir oğlan şarlara baxır, deyə bilərik. Düyün. Uşaq şar istəyir, amma almağa pulu yoxdur. Bu nümunə olaraq deyilir. Hadisələrin inkişafı. Deyə bilərik ki, bir neçə şar havaya qalxıb ağacın budağına ilişir. Oğlan şar satarlar, şərt kəsir və ağaca qalxır. Belə deyə bilərik. Sonra kulminasiya. Oğlan şarları düşürür, satıcıya verir. Amma bir şar ağacda qalır. Açılma, şar satan uşağa şar vermir. Final, oğlan ağacdakı şarın ona məxsus olması ilə təskinlik tapır. Belə deyə bilərik. C tapşırığında deyir ki, başlanğıca hadisələrin yeri və zamanı haqqında məlumatlar əlavə etməklə şar mətni əsasında ifadə yazın. Uşaqlar, bu sizə sualdır. İstədiyiniz formada yaza bilərsiniz. Keçək səhifə 10-a. Sözlərdə sahiblərin deyilişi ilə yazılışı, səs düşümü, səs artımı. Aha. Uşaqlar, A tapşırığına baxaq, 4 tapşırığına. Deyir ki, sözləri kök və şəkilçiyə ayırın. İkinci sətirdə sözlərin kökündə hansı dəyişiklik baş verib? Aha. Kök və deyir, şəkilçiyə ayrılın. Sinif sözün kökü, dəqiqə. Sinif sözün kökü də qrammatik şəkilçi. Sinif sözün kökü də qrammatik şəkilçi. Sinif sözün kökü yenələr qrammatik şəkilçi, leksik şəkilçiyə bənzədir. Hə. Sinifin gördüyünüz kimi yazılıb. Sinif sözün kökü deyənə bir dəqiqə uşaqlar. Burada gördüyünüz kimi i hərfi düşüb. Ona görə də sinifi götürmürük. Sinif götürürük. Bir dəqiqə. Hə. Deməli. Sonra. Sinif yenə sözün kökü. Qrammatik şəkilçi. Yenə sinif sözün kökü. Qrammatik şəkilçi. Leksik şəkilçiyə bənzəyir, amma bilin ki, qrammatik şəkilçidir. Belə qoyun artıq. Burada gördüyünüz kimi deyir ki, ikinci sətirdə sözlərin kökündə hansı dəyişiklik baş verib? Bir saatimiz düşüb. Sinifin. Bir sinifin olub. Yəni. Aha, baxaq, yadda saxlayaq. İki hecalı sözlərdə ikinci saitin düşməsi. Bəzi iki hecalı sözlərə sayı ilə başlayan hal və yaxud da mənsubiyyət şəkilçisi qoşulduqda ikinci hecadakı qapalı sayı düşür. Qapalı sayı deyirdi. Şu an məsələn qapalı saytlar bilir ki i, u, ü'dür. Mesela a olsa düşmür. Mesela şəkil. Onun şəkli. Demirim de onun şəkli. Yani. Deməli.
Aha. Məsələn, şəklin çərçivəsi deyirik tələffüzündə yazılanın şəkli olmalıdır. Həm mənsubiyyətdir, həm də hal şəklisi qoşulduqda düşür. İsim, cisim, fəsil, nəsil, şəkil, ömür, sinif, sətir, səbir, ətil, xeyir, zehin, eyib və s. Məsələn, onun sinifi, sinifin qapısı. Yalnız mənsubiyyət şəkilçisi. Burada uşaq nümunələr göstərir bizə ki, bu daha çox bunlar ola bilərdi. Məsələn, yalnız mənsubiyyət şəkilçisi qoşulduqda düşür. Ağıl, alın, ağız, beyin, burun, boyun, çiyin, qarın, əyin, oğul, ovuc, könül, qayın, qoyun, qucaq. Burada uşaqlar gördüyünüz üzrə yalnız mənsubiyyət şəkilçisi qoşulduqda düşür deyən. Gördüyünüz üzrə daha çox bədən üzvləri, yəni bunlardan danışır. Məsələn, ağız, beyin, burun, boyun, çiyin, qarın və s. Məsələn, onun ağlı, ağılın gücü. Aha. Deməli. Yəni bu qədər. İndi B tapşırığına baxaq. Sözlərdə cümlələrimiz var. Cümlələrdə tapmalıyıq ki, hansıdır? Deməli, ismin 6 halı var. Burada uşaqlar sözümüz ismindir. İkinci hecasında isim olur. İsmin yazılıb. Sonra bu deməli hal şəkilçisidir. Hal şəkilçisi artırılıb. İndi. Bəzi nadir heyvanların nəsli kəsilib. Nəsilli. Burada i düşüb. Yəni burada nəslidir. Burada da mənsubiyyət şəkilçisi artırılıb. Sonra. Pis olmasa yaxşının qədri bilinməz. Burada qədir olur. Qədri yazılıb. Deməli burada da mənsubiyyət şəkilçisi var. Köllüm quşu qanad çalmaz. Uşaqlar devam edirik. Özünüzdə gəlmişdi. Burada uşaqlar köllümdür. Dəqiqə. Köllüm quşu qanad çalmaz. Sənsin bir an Azərbaycan. Yadda saxlaya baxaq. Burada demək köllümdür də. Bu arada demədim, üzrlü sayın. Mənsubiyyət şəkilçisi artırılıb. Könül olmalı. Könül yazılıb da düşüb. Aha. Bir yanda saxlayaq oxuyaq. Mürəkkəb sözlərdə səs düşümü. Bəzi mürəkkəb sözlərin tələffüzündə sözlərin tələffüzündə birinci sözün son saiti düşür. Məsələn, əmioğlu, əmoğlu, xaloğlu, xaloğlu, əlağa, əlağa. Aha. Mürəkkəb sözlər var. Düşür saitlərimiz. Bu da birinci sözün son saiti düşür. İkinci hecasında yox. Birinci söz. Burada sözdür. Deməli. İkinci tapşırığına baxaq. Uyğunluğu müəyyən edin və mürəkkəb sözlər düzəldim. Yazın sözlərdə qoşa saitlərin altında xətt çəkin. Əli açıq. Bacı oğlu olar. Bacı oğlu, bacı oğlu. Aha. Üzü ağ olar. Üzü ağ. Deməli burada nə eləməliydik? Qoşa saitlərindir. Deməli, məsələn, İ'dən A var. Bacı oğlu. Burada da uşaqlar I'dan O'dur. Burada da Ü'dən A'dır. Sözlərdən C tapşırığına baxsın. Sözlərdən biri deyir səhv yazılıb. Nümayiş, ideya, mayli, riayət. Deməli, cavab C variantı mayli. Burada Y olmalı. C tapşırığına baxsın. Sözlərdən biri deyir səhv yazılıb. Nümayiş, ideya, mayli, riayət. Deməli, cavab C variantı mayli. Burada Y olmamalıydı. Y hərfi olmamalıydı. İdeya da düzdür. Riayətdə də düzdür. Əgər R ilə İ ilə A'nın arasına
Yıl əlavə olursaydı bu yanlış idi. Nümayişdə də düzdür. Nümayiş. Yox, nümayiş. İdeyada da düzdür. Burada da mənlədir. Göstərici sözlərin səs artıq var. Burada da artırılıb. Amma ki, tələffüzü zamanı. Yazılışı zamanı yox. Bir videomuzun da sonuna geldik. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni dərs videolarda görüşmək üzərə. Hələlik.